Salam əziz şagirdlər, bugünkü dərsimizdə təzyiq, hidrostatik təzyiqə aid test nümunələrinə baxacağıq. Birinci sualımızdan başlayaq. Yəni, təzyiqin sabit qiymətində təzyiq qüvvəsinin səthin sahəsindən asılılıq qrafiki hansıdır? Təzyiqin sabit qiymətidir isə F bərabərdir P vur S düsturuna əsasən F-imiz S-dən düzüm tənasib asılı olur. Doğru cavabımız olur D variantı. Eyni kubların hansı düzülüşünə müstəvi səthə ən az təzyiq düşər? Təzyiqimizin düsturu P bərabərdir F bölü S-dir və bunu biz mg bölünsün S yazacağıq. Kubları nə cür düzsəkdə mg'miz dəyişmir. Amma S-imiz ən böyük olan hissədə təzyiq ən kiçik olacaq. Ona görə də burada S ən böyük olan A variantındadır. Çünki sahəsi daha böyükdür. Doğru cavabımız A variantı. 13-cü sual. Sahəsi 100 kvadrat santimetr olan səthə düşən təzyiq 700 paskal olarsa təzyiq qüvvəsini hesablayın. Yenə də təzyiq qüvvəmiz F bərabərdir P vur S-dir. O da 700 vurulsun 100 vurulsun 10 üstü mənfi 4. Bu da eləyəcək 7 Newton. Doğru cavabımız B variantıdır. Növbəti sualımız təzyiqin səthin sahəsindən asılılıq qrafik verilmişdir. Səthə perpendikulyar təsir edən qüvvənin qiymətini, yəni təzyiq qüvvəsini istəyir bizdən. F bərabərdir P vur S, o da bərabərdir P'miz 40, F'imiz, S'imiz 0,2. O da eləyəcək bizdən ötürü 8 Newton. Doğru cavabımız D variantıdır. Növbəti sualımız vahid sualıdır. Vahid sualında nə istəyir bizdən? Deməli, Paskal vurulsun metr üssü 4 bölünsün kilogram kvadrat. Mən neynərəm? Paskalı Newton bölünsün metr kvadrat yazaram. Vurulsun metr kvadrat, metr üssü 4 bölünsün kilogram kvadrat. Bu isə bizdən ötürü Newton vur metr kvadrat bölünsün kilogram kvadratdır. Düstur olaraq sizə xatırladım. Bu bizdən ötürü F vurulsun R kvadratı bölünsün M1, M2. Yəni, qravitasiya sabitinin vahididir. Doğru variant A variantıdır. Növbəti sualımız çiyinlərindəki çantanın çəkisi 100 Newton olan turistin kütləsi 880 kiloqramdır. Deməli, turistin çanta ilə birlikdəki çəkisi 800 üstə gəlinsin 100'dür. O eləcək bizdən ötürü 900 Newton. Bizdən turistin yerə göstərdiyi təzyiq istəyir. Təzyiqimiz P bərabərdir, bu çəkidir. P bərabərdir F bölü S. O da bərabərdir 900 bölünsün. Sahəmiz isə turistin ayaqlarının sahəsidir. 600 vurulsun mənfi 4. Bu isə bizdən ötürü eləyəcək 15.000 paskal. Doğru cavabımız B variantıdır. Növbəti sualımız oğlan aşağı istiqamətdə bərabər sürətlə hərəkət edən liftin kabinasındadır. Lift bərabər yavaşlayan hərəkətə başladıqda. Liftimiz aşağı doğru hərəkət edir, sürət aşağıdır və yavaşlayan hərəkət eləmək üçün təzyiq yuxarı yönəlməlidir. Yəni, liftdəki oğlanın təzyiq qüvvəsi əvvəlcə mg idi. Bu başlanğıc andır. Başlanğıc. Sonra isə F təzyiq 1 deyəcək. F təzyiq 2 isə artıq A təzyiqi yuxarı yönəldiyinə görə mg plus A olacaq. Yəni, təzyiq qüvvəsi neynəyəcək? Artacaq. Ağırlıq qüvvəmiz isə həmişə mg'dir. Yəni, cisim təcillə hərəkət etsə də, etməsə də ağırlıq qüvvəsi həmişə mg'dir. Təzyiqimizin düsturu isə mg bölünsün yazmayaq. Gəlin F yazaq. F təzyiq bölünsün S yazaq. S dəyişməyəcək, F təzyiqimiz isə artır. F təzyiq artdığı üçün təzyiqimiz artar. Gəlin cavablara baxaq. Oğlan dayağı göstərdiyi təzyiq artar, doğrudur. Göstərdiyi təzyiq dəyişməz, yanlış. Təzyiq azalır, yanlış. Təsirin ağırlıq qüvvəsi dəyişməz, doğrudur. Buna görə də 1-4 olacaq doğru cavabımız. Təzyiq qüvvəsini istəsəydi onu artar yaza bilərdik. 4-cü sualımız. Oturacağının sahəsi 0,25 kvadrat olan silindrik qabda maye suyunun hündürlüyü 2 metrdir. Mayenin qabın dibinə göstərdiyi təzyiq qüvvəsini hesablayın. Hidrostatik təzyiqdə təzyiq qüvvəmizin düsturu Rho, J, S, H düsturu ilə hesablanır. Rho'muz 800'dür, J'miz 10'dur. S'imiz 0,25'dir. H'ımız da 2'dir. Bu da bizə eləyəcək 4000 Newton. 4000 Newton doğru cavabımız D variantıdır. Növbəti sualımız. Hər iki qab su ilə doludur. Suyun qabların dibinə göstərdiyi təzyiqləri müqayisə edin.
Bizim təzyiqimiz, hidrostatik təzyiqimiz görürsünüz, qabın dibinə göstərdiyi təzyiqdən gedir söhbət, ρJH-dır. Qabların içərisindəki maye eynidir, J eynidir, H da eynidir. Ona görə də təzyiqlərimiz bərabərdir. Yəni P1 bərabərdir P2. Doğru cavab A variantıdır. Növbəti sualımız hansı qabda mayenin qabın dibinə göstərdiyi təzyiq qüvvəsi mayenin çəkisindən? Biz demişdik ki, silindrik qabda təzyiq qüvvəsi çəkiyə bərabərdir. Genişlənən qabda çəki çoxdur təzyiq qüvvəsindən, dar qabda isə təzyiq qüvvəsi çəkidən daha çoxdur. Ona görə də biz götürəcək doğru cavabımızı C variantı. Daha doğrusu, təzyiq qüvvəsinə bərabərdir soruşur. İstəyirəm şagirdlər, bərabərdir soruşur. Bərabərdir soruşursa, o ancaq silindrik haldadır. Doğru cavabımız A variantıdır. Növbəti sualımız qabın dibinin hansı hissəsinə düşən hidrostatik təzyiq ən böyükdür? Burada ara kəsmələr olmadığı üçün Pascal qanunu ödənir. Təzyiq bütün istiqamətlərə bərabər ötürüləcək. Doğru cavabımız olacaq A variantı. Ara kəsmə olsaydı hündürlüyü çox olan təzyiqi daha çox olardı. 21-ci sualımız mayenin qabın dibinə göstərdiyi təzyiqin maye sütunun hündürlüyündən asılılıq qrafiki verilmişdir. Mayenin sıxlığını hesablayın. Deməli, təzyiqimizin düsturu P bərabərdir ρJH-dır. Bizə lazımdır H-ı tapmaq. Daha doğrusu sıxlığı tapmaq, ρ-nu tapmaq. ρ bərabərdir P bölünsün JH bərabərdir. P-miz 0,7 götürək, J-miz 10'dur, H-ımız da 0,1'dir. Bu eləyəcək bizdən ötürü elə 0,7. Burada kilopascal var, vurulsun 10^3. Bu da bizdən ötürü 700 kilogram bölünsün kubmetr olur. Doğru cavabımız E variantıdır. Növbəti sualımız su hövzəsində hansı dərinlikdə atmosfer təzyiqindən təzyiq atmosfer təzyiqindən 3 dəfə böyükdür. H dərinlikdəki tam təzyiqimizin düsturu P0 üstə gəlilsin ρJH idi. İndi bizə deyir ki, bu tam təzyiq bizim atmosfer təzyiqindən 3 dəfə böyükdür. Gətirib yerinə yazırıq. 3P0 üstə gəlilsin ρJH. Daha doğrusu 3P0 bərabərdir. P0 üstə gəlilsin ρJH. Bizim H-ımız da bərabər olur. 3P0 çıxılsın P0 bölünsün JH. O da bərabərdir. 2P0 bölünsün JH. Şimdi qiymətləri yerinə yaza bilərik. 2 vurulsun 10^5 bölünsün 10 vurulsun 10^. Daha doğrusu J-ρ. J-ρ H istəyirsə biz 10^3. O da bərabərdir 20 metr edir. Yəni, burada bizdən hündürlük istəyirdi. J-ρ'ya bölməliyik. Ona görə mən JH-a bölmüşdüm. Tamam. Keçdik. Qabların oturacaqlarının sahəsi və onlardakı suyun kütləsi eyni olarsa, hansı qabın dibinə suyun göstərdiyi təzyiq qüvvəsi ən böyükdür? Təzyiq qüvvəsi demişdik ki, dar qabda, ən dar qabda daha böyük olacaq. Bizə nə deyir? Oturacaqların sahəsi və onlardakı suyun kütləsi eyni olarsa, hansı qabın dibinə göstərdiyi təzyiq qüvvəsi ən böyükdür? Təzyiq qüvvəsi F təzyiq qüvvəmiz burada mayenin çəkisindən böyük olacaq ən çox dar qabda. Ona görə də doğru cavabımız Y variantı olur. Silindrik qabda bərabərdir. Geniş qablarda isə təzyiq qüvvəsi çəkidən kiçikdir. Ona görə də doğru cavabımız olacaq E variantı. Sonra növbəti sualımız 37. Sıxlığı ρ olan bir cins maye ilə doldurulmuş qabın dibinə mayenin göstərdiyi hidrostatik təzyiq hansı ifadəyə təyin olunur? Yenə də burada ara kəsmə yoxdur. Ona görə təzyiq bütün istiqamətlərə bərabər ötürüləcək və ötürülən təzyiq ən hündür olan hissənin təzyiqidir ki, hündürdən aşağıya doğru təzyiq ötürüləcək. Ona görə də bizim ötürülən təzyiqimiz 3 ρJH olacaq. Doğru cavabımız A variantıdır. Növbəti sualımız içərisində su olan qapalı qablar 1-2-3 tərsinə çevrilir. Suyun qabların dibinə göstərdiyi hidrostatik təzyiq. Hidrostatik təzyiqimiz P bərabərdir ρJH-dır. Bu qablar ağzına kimi dolu olmadığı üçün tərsinə çevirdikdə geniş qabda hündürlük daha az olacaq.
Dar qabda isə hündürlük yuxarı qalxacaq. Ona görə ən böyük təzyiq yaranır birincidə, sonra ikincidə isə təzyiq dəyişmir. Üçüncü isə geniş qab isə aşağı olduğuna görə hündürlüyü azalacaq. Hündürlüyü azaldığı üçün təzyiqimiz azalar. Ona görə də P1 böyükdür, P2 böyükdür, P3. Birincidə artar deyəcəyik, ikincidə dəyişməz deyəcəyik, üçüncüdə isə azalar deyəcəyik. Doğru cavabımız C variantıdır. Növbəti sualımız, qaba su tökülür, qabın dibinə suyun göstərdiyi hidrostatik təzyiqin zamandan asılılıq qrafiki. Qaba su tökülür, suyun hündürlüyü artdığına görə, zaman keçdikcə suyun hündürlüyü artdığı üçün təzyiqimiz artacaq. Yəni təzyiqimiz zamanla xəttə asılı olaraq artacaq. Sonra isə qab genişlənəcək və hündürlük yenə artacaq. Qab genişləndiyinə görə artıq geniş hissədə təzyiq bir miktar azalacaq, amma yenə hündürlüyün artması hesabına artacaq. Doğru cavabımız olur B variantı. Növbəti sualımız, manometrin göstərişinə görə qabın içərisindəki havanın təzyiqi. Bax, biz baxırıq, sərhəd götürürük, mayenin hündürlüyünü qəbul edirik 80 sm, yəni 0,8 metr. Bax, buradakı təzyiqlər bir-birinə bərabərdir. Sol tərəfə düşən təzyiq qazın təzyiqidir, P qaz. Sağ tərəfə isə çöldən atmosfer təzyiqi plus ρGH-a bərabər mayenin təzyiqi. Yəni bizim P qazımız tarazlaşır, P0 üstə gəlsin ρGH. İndi ki, qazın təzyiqi atmosfer təzyiqindən nə qədər çoxdur? Yəni P qaz çıxılsın, P0 istəyir bizdən, o da bizdən ötürü ρGH-dır. Bərabərdir 10 üstü 3 vurulsun, 10 vurulsun 0,8, bu deyilir 8 kilopascal. Doğru cavabımız 8 kilopascal A variantıdır. Növbəti sualımız, qaba hündürlükləri eyni, sıxlıqları isə 2 rho və 5 rho olan bir-birinə qarışmayan mayelər tökülmüşdür. B və A səviyyələrinin hidrostatik təzyiqlərinin nisbətini təyin edir. Baxın, burada da həcm eynidir, burada da həcm eynidir. Çünki sahəmiz eyni, hündürlüyümüz eyni. Ona görə də mən təzyiqin düsturunu P bərabərdir, mg bölünsün S yazıram. Onda A nöqtəsinə düşən təzyiq sadəcə məndən ötürü A mayesini bildirir. A maye J bölünsün S. B nöqtəsinə düşən təzyiq isə hər iki mayenin çəkisinə uyğundur. Çünki B hissəsini hər iki maye əzir, bölünsün S. Onda biz PB bölünsün PA bərabər alırıq. MA üstə gəlinsin MB bölünsün MA. M-i də nə yaza bilərik? Rho V yaza bilərik. İkisi eyni maye, fərqli maye olduğuna görə həcmlər eynidir. Rholar qalacaq mötərizədən içəri. V-ni çıxardıram. Burada yazıram 2 rho üstə gəlinsin 5 rho. Burada isə V-ni çıxardıram. Sadəcə qalır 2 rho. Salam bərabərdir, bərabərdir. V-lər ixtisar olunar. Qalar 7 rho bölünsün 2 rho. Bu da eləyər 3,5. Doğru cavabımız B variantıdır. Növbəti sualımız, əvvəlcə bildiyimiz kimi, bax bu A nöqtəsindəki, yəni A hissəsi dolacaq, sonra bu hissədə hündürlük dəyişməyəcək və başlayacaq bu hissə dolmağa. Bu hissə dolduqdan sonra ümumi olaraq qab dolmağa başlayacaq, yəni genişlənəcək. Yəni təzyiqimiz bir müddət bir qədər azalacaq əvvəlkiyə nisbətən. Gəlin təzyiqin asıllığını bir qatdan çəkək. Təzyiqin zamandan asıllıq qrafik. Əvvəlcə hündürlüyün artması hesabına artacaq. Sonra burada dəyişim olmayacaq, çünki digər tərəfdə olmalıdır. Ona görə təzyiqimiz sabit qalacaq. Sonra isə təzyiq artacaq, amma əvvəlkinə nisbətən biraz az. Yəni qrafikimiz zaman oxuna daha meyilli olacaq. Doğru cavabımız olacaq D variantı. Növbəti sualımız, K kranını açdıqda A nöqtəsində hidrostatik təzyiqin qiyməti necə dəyişər? Baxın, deməli əvvəlcə bizim oturacağımızın sahəsi S-dir. Yəni mən düsturu belə yazacağım. P bərabərdir ρGH, P-miz H-dan asılıdır. H-ı isə mən V bölünsün S yazacağım. Yəni bizim H-ımız S-dən tərs mütənasibət olacaq. Əvvəlcə hündürlüyümüz, daha doğrusu oturacağın sahəsi 2S idi. Açdıqdan sonra artıq maye bu tərəfdə də dolacaq.
digər tərəfdə də olacaq. Həcmimiz dəyişmir. İndi S-imiz artıq oldu. Birinci halda S1-ə 2S deyəcəm. İkinci halda isə 5S deyəcəm. Yəni sahəmiz 2,5 dəfə artmış oldu. Ona görə də P1 böl P2 bərabərdir yaza bilərəm H1 bölünsün H2. Onu isə S2 bölünsün S1 yaza bilərəm. Çünki həcmimiz dəyişməyəcək. S2 böl S1. Yəni bu da 5S bölünsün 2S, necə 2,5. Onda bizim P2'miz bərabərdir. P1 bölü 2,5. Yəni təzyiqimiz 2,5 dəfə neyniyər? Azalar. Növbəti sualımız. Burada isə baxan şagirdlər yenə də sərhəd çəkirik. Həmin sərhəddəki təzyiqlərimiz bərabər. Bura düşür sadəcə A nöqtəsindəki qazın təzyiqi. Bura düşür ρGH plus çöldən atmosfer təzyiqi. Bura isə 2H hündürlüyünə görə 2 ρGH və C hissəsindəki qazın təzyiqi. Bu təzyiqlər ortadakı təzyiqlə tarazlaşır, çünki buradan gələn qaz ancaq ortadan çıxa bilər. Ona görə də bizim birbaşa PA qazımız bərabərdir ρGH üstəgəlsin P0-a. İndi gəlir ikinci hissəyə. İkinci hissədə isə PC üstəgəlsin 2 ρGH, o da ortadakı təzyiqə bərabər olmalıdır. Yəni ρGH üstəgəl P0-a. Bizə PC lazımdır. PC'miz də bərabərdir P0 çıxılsın ρGH. Doğru cavabımız B variantıdır. Növbəti sualımız yenə də tam təzyiqlə bağlı sualımızdır. Tam təzyiqimiz P0 üstəgəlsin ρGH-a bərabərdir. Bizim tam təzyiqimiz 3P0'dır. Bərabərdir P0 üstəgəlsin ρGH. Buradan H-ı təyin eləməliyik. H-ımız da bərabərdir 3P0 çıxılsın P0 bölünsün ρG. O da bərabərdir 2P0 bölünsün ρG. O da 2 vurulsun 10 üstü 5 bölünsün 10 üstü 4. O da eləyir 20 metr. Yəni 20 metr dərinliyə uyğundur. Növbəti sualımız hidravlik pres. Hidravlik presdə porşenlərin sahələrinin nisbəti 4-dür. Bizdən təzyiqlərin nisbətini istəyir. Hidravlik presin iş prinsipi Pascal qanununa əsaslanır. Yəni təzyiqlər bərabərdir. Ona görə təzyiqlərin nisbəti 1-ə bərabər olacaq. Doğru cavabımız E variantıdır. Növbəti sualımız hidravlik presin kiçik porşeni 600 Newton qüvvənin təsiri altında bərabər sürətlə 15 cm aşağı inir. Bu halda böyük porşen 5 cm yuxarı qalxır. Böyük porşenə təsir edən qüvvənin hesablayın. Deməli, böyük porşenin qüvvəsini F2, kiçiyi F1 qəbul edək. İndi bizə deyir ki, bərabər sürətlə 15 cm aşağı enir. Kiçik porşenin sürəti aşağıdır, kiçik porşen budur. Ona görə V1 bölünsün V2 yazacaq. Yəni F2-ni bilmirəm, F1'imiz 600 Newtondur, V1'imiz 15'dir, V2'miz də 5'dir. Bu eləyəcək. Daha doğrusu bizə sürəti yox, hündürlüyü verib, ona görə biz bunu H1 bölünsün H2 yazacaq. Deyəcək 3. Onda F2 bərabərdir 600 vurulsun 3, o deyəcək 1800 Newton. Bunu da biz 1,8 kN yaza bilərik. Doğru cavabımız A variantıdır. Növbəti sual. Hidravlik presin kiçik porşeni bir gedişdə 40 cm aşağı düşdükdə böyük porşenin 10 cm yuxarı qalxır. Kiçik porşenin təsirinin qüvvəmiz 200 Newtondur. Mən baxıram ki, bu neçə dəfə qazanc verib? 4 dəfə qazanc verib. Böyük porşenin təsirinin. Yenə də F2 böl F1 bərabərdir H1 böl H2. F2'ni bilmirəm. F1'imiz 200'dür. H1'imiz 40'dır. H2'miz 10'dur. Belədir 4. Onda F2 bərabər olar 800 Newtona. Doğru cavabımız E variantıdır. Növbəti sualımız hidravlik presdə kiçik porşenə təsir edən qüvvə F1 1 kN, böyük porşenə təsir edən qüvvə isə 50 kN-dur. Bu qüvvələrin gördükləri işlərin nisbəti. Hidravlik pres sadə mexanizmdir. Sadə mexanizmlər işdə qazanc verir. Ona görə də işlərin nisbəti 1-ə bərabərdir. Doğru cavabımız E variantıdır. Bu qədər şagirdlər, diqqətinizə görə təşəkkür edirəm. Sağ olun, kanalımıza abunə olmağı unutmayın.